Yay öz yerini yavaş yavaş payızın serin nefesine verirdi dağ kendinde. Bu keçit her yerden daha aydın his olunurdu. Ağaçlar yaşıl libaslarını çıkarıp kızılı, narıncı ve kahveyi renkli murasa paltarlarını giyinmeye başlamıştılar. Yarpakların rəqsi küle estikçe koca çınarın yarpaqları sanki havada rəqs ederek yere inirdi. Her bir yarpaq yere düşerken torpağa pıçıldayırdı. Ben gedirəm ki baharda yeniden gelin. Bu son değil, sadece təbiətin böyük yuxusuna hazırlaşmasıydı. Yaşlı meşəbəy Səlim kişi qapısının ağzında oturub uzaqdaki dumanlı zirvələrə baxırdı. O təbiətin dilini hər kəsdən rəfşi bilirdi. O bilirdi ki, yaxşı müjdəçisidir. Qaran quşların uçuşu ağ səfərlərin xəbəridir. Verilərin xəbəridir. Axşamın sükutu gün batarkən səmada qırmızı və bənövşəyli rənglər bir-birinə qarışdı. Dağların arxasına gizlənən günəş son şüaları ilə dərəni salamladı. Çayların səsi gecənin sərinliyi ilə bir qədər də qurulaşdı. Səlim kişi sobasını qaladı, odunların çıtırtısı meşənin pıçıltısına qarışdı. Hikayeden çıkarılacak netice. Dünya daim değişir, fəsillər bir-birini əvəz edir. Hər bitiş yeni bir başlanğıcın toxumudur. Təbiət bizə göstərir ki, dəyişiklikdən qorxmaq yox, onun gözəlliyini qəbul etmək lazımdır. Karışma meşet